Mən Əhmədov Cabir, Zərdab rayon Mərkəzi Xəstəxanası şöbə müdürü. Mən onu deyim ki, biz rezidenturanı mən bitirmişəm 2016-cı ildə və ondan sonra özüm qərar verdim ki, rayonda işləyəcəm. Və düşündüm ki, karyera və inkişaf üçün rayonlar daha potensial necə deyirlər, bizim üçün daha böyük potensiallara malikdir və bunda yanılmadım. Bu günlərim etdiyim əməliyyatlar və xəstə sayı, etdiyim əməliyyatların sayı, insanlara verdiyim fayda bunu düzgün qərar olduğunu bir daha sübut edir. Yəni rayonda da yüksək karyera qurmaq mümkündür. Bu hər şey insanın öz əlindədir. Bu günlərim bizim rayonların özündə bütün analizlər olunur. Bütün diaqnostikalar, kompüter tomoqrafiya tutmuş, ultrases müayinəsi olsun, qan qazından tutmuş digər laborator analizlər rayonda olunur. Və kifayət qədər də rayonda savadlı kadrlar var. Komanda şəklində birləşib, əziyyət çəkib, sistem qurub, karyeranı orada inkişaf elətdirmək olar. Yəni bunu mən yaşamışam və bu gün də yaşayıram və bunu necə deyirlər, tam canlı nümunəsiyəm. Rayonlarda ən çox rast gəlinən cərrahi xəstəliklər şübhəsiz ki, öd kisəsinin daşı, yəni öd daşı xəstəliyidir. Bundan başqa ağır fiziki işlə bağlı olaraq, demək, qasıq yırtıqlarına, digər qarın yırtıqlarına çox rast gəlinir. Bundan başqa digər mədə-bağırsaq xəstəliklərinə də rast gəlinir, əməliyyatları olunur. Mən onu deyə bilərəm ki, bugün rayonumuzda ən yüksək səviyyədə demək şəraitimiz var. Bugün bütün mədə-bağırsaq cərrahi advans, gəlişmiş əməliyyatlarını icra etməyə hər cür imkanlarımız var. Yəni mədə rezeksiyaları, qastrektomiya, bağırsaq rezeksiyaları hamısı yüksək səviyyədə icra edə bilirik və bunları onu da deyim ki, qapalı şəkildə, minimal invaziv şəkildə icra edə bilirik. Yəni həm bunu etmək üçün həm təminatımız var, eyni zamanda laboratoriyamız, diaqnostikamız buna imkan verir ki, bu əməliyyatları artıq Bakıya yox, rayonlarda da bu əməliyyatlar icra olunsun. Yəni bir çox əməliyyatları biz rayonda icra edirik ki, bunları məsələn misal göstərə bilərəm ki, qasıq yırtığı əməliyyatını biz qapalı şəkildə rayonda, yəni Azərbaycanın rayonlarında əməliyyatları icra edə bilirik. Bunun üçün imkanlarımız var. Yəni bundan ötürü Bakı şəhərinə, digər Azərbaycanın böyük şəhərlərinə getməyə ehtiyac yoxdur. Digər əməliyyatlara gəldikdə mədə əməliyyatları, bağırsaq əməliyyatları, bunlar da hamısı rayonda icra oluna bilir. Yəni Bakıya getmədən rayonda yüksək səviyyədə müasir tibbin imkanlarından istifadə edərək, müasir protokollara uyğun olaraq tam güvənli şəkildə icra edə bilirik. Və bunları onu deyim ki, laparoskopik şəkildə, yəni minimal invaziv şəkildə icra edə bilirik. İnsanlar buna tam arxain olub gələ bilərlər. Yəni bir də yəni bu Bakıya getməyə ehtiyac olmadan rayonlarda bunu icra edə bilərik. Mən onu qeyd edə bilərəm ki, 2017-ci ildə mən rayonda fəaliyyət göstərirəm və mən onu gənclərə üz tuturam ki, gedib öz rayonlarında, öz rayon olmasın, bizim Azərbaycanın digər rayonlarında işləyib və böyük nailiyyətlər, inkişaf əldə eləmək olar. Birincisi, insanlarımıza, cəmiyyətimizə faydalı olmuş olursan, digər tərəfdən də insan, necə deyərlər, həmin o bölgə xəstəxanasında, Bakıda deyəlim ki, tanınmış professorlar var, köməyə ehtiyac olduğu çağırırsan, ancaq rayonda bunlar olmadan da etmək mümkündür. Fakt olaraq mən özüm bunu, necə deyərlər, 9 ildir ki, rayonda yaşayıram və cərrahi fəaliyyətlə məşğul oluram və buna görə məmnunam, buna görə heç bir peşmançılığım yoxdur və bu günlərim Bakı şəhərində olunan həmin inkişaf etmiş əməliyyatları rayonda da icra edə bilirik. Heç bir problemsiz.